Panik atak çoxlarının düşündüyü kimi xəstəlik deyil. Bədənin verdiyi bir siqnaldır. Heç bir real bir təhlükə yoxdur, amma bədən elə bil təhlükə varmış kimi reaksiya verir. Ürək sürətlənir, nəfəs dəyişir, baş gicəllənir və insan qorxur ki, indi nəsə pis bir şey olacaq. Panik atak zamanı bədən səni qorumağa çalışır. Problem ondadır ki, bədən köhnə bir qorxu anını indiki anla qarışdırır. Bir vaxtlar yaşadığın stres, qorxu, sıxıntı tam həll olunmayıbsa, bədən onu yadda saxlayır və illər sonra sakit bir anda belə təhlükə var siqnalını işə sala bilir. Ona görə panik atak birdən gəlir. Sadəcə səbəb zehnində yox, sənin məhz olaraq bədənindədir. Mən seanslarda məhz bununla işləyirəm. Panik atakı bastırmırıq, onun niyə başladığını tapırıq və həll edirik. Əgər sən də panik atakla yaşayırsansa, bil ki, bu təhlükə deyil və sən tək deyilsən.